Azərbaycanda hərbçilərlə bağlı yenilik, müddət 6 aya qədər azaldılır. Azərbaycanda qadın hərbçilər üçün müddətdən artıq həqiqi hərbi xidmət müddəti 3 ildən 6 aya qədər azaldılır. Report xəbər verir ki, bununla bağlı qanunlara dəyişiklik edilməsi təklif edilir. Qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən uzun müddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir. Bu səbəbdən qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 aya qədər azaldılmasını nəzərdə tutan müddianın əlavə edilməsi təklif olunur. Bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət eləyəcək.